Deməli, uşaqlar, bugünkü mövzumuzda funksional qrup saxlayan üzvü birləşmələr 11-ci sinif üzvü kimyasıdır və siz indiyə qədər karbohidrogenlər keçdiniz, yəni karbon və hidrogendən ibarət olan üzvü maddələrlə tanış oldunuz. Amma artıq 11-ci sinifdə karbon, hidrogenlə yanaşı oksigen, və azotun daxil olduğu əsasən üzvü birləşmələrlə tanış olacaqsınız. Və 11-ci sinifin giriş mövzusu spirtlərdir uşaqlar. Ümumiyyətlə, radikal nə idi? Gəlin bir dənə qısaca xatırlayaq. Karbohidrogendən şərti olaraq bir hidrogen qoparandan sonra qalan hissəyə biz nə demişdik? Radikal demişdik. Məsəl üçün, qısaca deyək, metandan bir hidrogen çıxardırıq. Yerdə qalan hissəyə nə deyildi? Radikal deyildi. Metil radikalı, məsəl üçün. Və yaxud da alkenlərdə, məsəl üçün, etilendir. Bundan bir hidrogen çıxardırdıq və buna nə deyirdik? Radikal. Vinil. Bəli, artıq 11-ci sinif üzvü kimyasında bu karbohidrogen radikalı dayanacaq yerində və buna funksional qruplar birləşdirəcək uşaqlar. Funksional qruplar. Məsələn, OH birləşdirib spirtlər və fenollar adı altında öyrənəcəyik. Nə bilim, COH birləşdirib aldehid öyrənəcəyik. Yaxud da COH birləşdirib karbon turşuları, nə bilim, NH2 birləşdirib aminləri və s. və ilə axır. Yəni, artıq irəlidə bu barədə ətraflı tanış olacaqsınız. Və bugünkü mövzumuz olacaq, deməli, karbohidrogen radikalından və hidroksil qrupundan. Hidroksil qrupu nədir uşaqlar? Qısaca karbohidrogen radikalına bir R desək, hidroksil qrupu da bilirsiniz də OH qrupudur. Bu ikisindən ibarət olan birləşmələri biz öyrənəcəyik spirtlər və fenollar. Spirtlər və fenollar. Artıq aşağı yuxarı spirtlərlə tanış olmusunuz alkenlər dərsində. Deməli uşaqlar, spirtləri biz qısaca desək ROH karbohidrogen radikalından və hidroksil funksional qrupuna ibarət üzvü maddələr spirtlər və fenollar. İlk öncə spirtlərlə tanış olaq uşaqlar. Deməli, spirtlər karbohidrogen radikalının təbiətinə görə biz spirtləri 3 yerə böləcəyik. Doymuş, doymamış, bir də aromatik. Müəllim, doymuş nədir, doymamış nədir? İlk öncə bunları sizə izah edeyim. Deməli, uşaqlar, spirtlərdə OH qrupunun birləşdiyi radikal alkildirsə, bilirsiniz də, CnH2 plus 2 alkandır. Bundan bir hidrogen çıxarandan sonra qalan hissənin adına biz nə demişdik? Alkil radikalı. Məsələn, bayaq göstərən metan metil. Yəni, OH qrupunu gətirib bu funksional qrupun yanına, bu radikala birləşdirsəniz, ona siz doymuş spirt deyəcəksiniz. Aydın oldu mu? Doymuş spirt. Və yaxud da lap lorlaşdırsa, OH hansı ki, karbon hissələrində bütün rabitələrin təşkilat olduğu birləşmələrə biz doymuş spirtlər deyəcəyik. Yəni, OH-ın yanında, bu OH bir dənə də ola, 2 dənə nəsə də, indi o irədə deyəcəm sizə. Əsas məsələ nədir? Radikal hissəsi alkil radikal olsun. Yəni, karbon atomları arasında bütün rabitələr olsun? Sigma rabitələr olsun. Buna fikir verməz. Bu olacaq doymuş. Müəllim, bəs doymamış nədir? Radikal hissəsinə fikir ver, radikal hissəsinə. Görsən, radikal hissəsində nə var? İki Birindən qat bir var. hidrogen. Bəli, biz buna nə deyəcəyik? Doymamış spirt deyəcəyik və ən nəhayət radikal hissəsində nə var uşaqlar radikal hissəsində? Deməli, Doyma. bizə dəqiqə bunu yazmalı. Hə. Radikal hissəsində isə gördüyünüz kimi benzol nüvəsi var. Gördünüz, benzol nüvəsi var. Bunlara biz nə deyəcəyik? Aromatik spirtlər deyəcəyik. Aydın oldu mu? Və buna fikir verməz. Deməli, radikal hissəsi alkil olanda doymuş, radikal hissəsinə fikir verin. Karbon atomlası 2 qat rabitənin olduğu var, bu doymamışdır. Və radikal hissəsində benzol nüvəsi olanlara biz nə deyəcəyik? Deməli, aromatik spirtlər deyəcəyik. Təbii ki, irəli dərsdə bir dənə qarşılaşma məqam var. Fenollarda onu sizə izah eləyəcəm. Bəzən şagirdlər fenollarla aromatik spirtləri bir-birinə qarışdırırlar. Elə belə qısaca deyim sizin üçün. Yadda saxlayın. OH əgər benzol nüvəsinə birbaşa birləşsə, bu artıq fenoldur. Fenol deyəcəyik biz buna irəlidə. Amma benzol nüvəsinə birləşmiş, görürsən, bu karbon radikalı. Ona əgər birləşərsə, artıq bu olacaq aromatik spirt. Bu detallara fikir verməlisiniz mütləq şəkildə. Hidroksil qruplarının sayına görə, buna atomluluğuna görə deyirlər. Bir atomlu, bir də çox atomlu. Bir atomlu nədir uşaqlar? OH-ın sayı bir dənədir. Yəni, çox sadə bir şeydir. OH-ın sayı bir dənə biz nə deyirik? Bir atomlu deyirik. OH-ın sayı, deməli, 2 və daha artıq olanlara biz çox atomlu deyəcəyik. Aydın oldu mu? Bu detala fikir verin. OH-ın sayının 2, 3, bu şəkildə olanlara biz nə deyəcəyik? Çox atomlu spirtlər deyəcəyik. Təbii ki, irəlidə bu arada ətraflı məlumat alacaqsınız. Bugünkü mövzumuz doymuş bir atomlu spirtlərdir əsasən və bundan danışacağıq. Deməli, doymuş sözü artıq bizə hansı radikalı göstərir?
CnH2n plus 1 radikalını göstərir. Yəni alkandan bir hidrogen çıxarandan sonra qalan hissədir. Gətirib ona OH birləşdirib buna deyəcəyik doymuş OH bir dənədir. Bir atomlu spirt deyəcəyik. Və burada n böyük bərabər nədən başlayır? 1-dən başlayır. Və yaxud da bunu belə deyək də qısaca, yəni yığcam şəkildə deyək, lap loru. Bu hidrogeni ataq bu tərəfə. CnH2n plus 2 o şəklində də yaza bilərik. Deməli, uşaqlar, birinci nümayəndə kim olacaq? CH3OH. İkinci nümayəndə, yeni qiymətdə qalmır, metil etil radikallarda, yəni alkanlara kimdir? C2H5OH, C3H7OH və s. və ilaxır. Bu şəkildə uşaqlar. Yəni ilk nümayəndəsi budur, növbəti nümayəndələr, belə-belə üzr o tərəfə gedəcək. Bu detallara fikir vermək lazımdır. İndi uşaqlar, gəlin quruluşlarına baxaq. Quruluşları bəs nə şəkildədir? Deməli, CH3OH-dır. Aydın məsələdir ki, burada karbon, metil radikalıqda, oksigen, OH. Elə bir ki, bu bilirsiniz nə tərdir? Bu su var, HOH. Bu sudakı hidrogenin birini götürürsən, laf loru deyirəm sənə. Bunun yerinə radikal qoyursan, karbohidrogen radikalı qoyursan. Yəni, burada OH bu şəkildə onsuz da birləşəcək. Qalan söhbətlər əvvəlki dərslərdə olduğu kimidir. Bu karbon ətrafında maksimum neçə xətt ola bilər? 4 xətt ola bilər. Biri var, 3-ü çatdır. Bu şəkildə. Və yaxud da ki, C2H5OH nətəri eyni qayda ilə. Deməli, elə deyil, OH. Deməli, yenə burada bu şəkildə karbon atomu rabitə yenə təşkilat olacaq, çünki bu doymuşdur. Və bu karbon ətrafı bir xətt var, 3-ü çatmır. Hidrogenləri bu şəkildə düzürük. Burada da 2 xətt var, 2 çatmır. Və yaxud da CH3, CH2, OH şəklində də yaza bilərsiniz. Yəni, söhbətinizi uzatmaq lazım deyil və bu detallara fikir verməlisiniz. Şola, bu mövzuda sizin əsas, məsələn, bu onun fikir verirsinizsə, mil kürəcik modelidir. Bu karbon atomudur, gördüyünüz kimi. Bu ağ rəngdə olan hidrogen atomlarıdır. Bu qırmızı rəngdə olan oksigendir. Bu da növbəti hidrogendir. Bu da onun nə idi? Deməli, kürəcik modelidir. Və bu detallara fikir vermək lazımdır. Şolar, sinifin ikinci nümayəndəsi göstərir. Etil spirtdir. Eyni qaydan onun quruluşunu çəkib göstərir. Yəni, xüsusi bir şey yoxdur burada. İndi mən birinci sizə burada bir-iki dənə önəmli detallar var. Həmin detalları izah edəcəm və dalıca da digər məsələlərə ardıcıl bir şəkildə nəzər yetirəcəyik inşallah. Deməli, baxaq bir dənə boş səhifə açsaq burada bizə dəqiqə. Deməli, uşaqlar, spirtlərin formulu CnH2n plus 2 odur və karbon 6, 12, hidrogen H1, 1, 0-dır. Oksigen 8, 16, bu da 8-dir. Yavaş-yavaş başlayaq bəzi detallara baxaq. Deməli, birinci yazaq bunun MR-ni hesablaması, yəni nisbi molekul kütləsi. CnH2n plus 2 olur. N-i vururam 12-yə, 12N, N-i bilmirəm də nədir? Üzərinə gəlinsin, 2N plus 2-ni vururam 1-ə, 2N plus 2, üzərinə gəlinsin, bir dənə oksigen var, o da 16-dır. Və nisbi molekul kütləsi 14N plus 18. Məsələn, dedi nisbi molekul kütləsi 60-dır. Götürərsən 14N plus 18-i bərabər eləyəsən 60-a və buradan N-i taparsan, bu hansı spirtdir? Növbəti yazaq uşaqlar, neytron sayı. Neytron sayı bəs nətər tapılır? Bir karbonda 6 neytron. Burada istəsən laf belə sırasını yazaq. Karbon, hidrogen və oksigen. Bir karbonda 12-dən 6 sıram 6 neytron varsa, N-ində neçə olacaq? 6N. H1-1-də fikir versə neytron yoxdur. Deməli, burada nə yazacaq? 0. Bir oksigende 8 dənə varsa, oksigen bir dənədir. Burada yazıram deməli 8. Cəmi nə qədər eləyəcək? 6N üzəri 8 neytron sayıdır. Bəs proton sayı nətər tapılır? Proton sayı. Yenə də eyni qaydanın 3 dənə element atomu var. Karbon, hidrogen, oksigen və burada deməli proton sayı bir karbonda 6 proton varsa N-ində 6N, hidrogenda 1 proton varsa 2N plus 2-ni 1-ə vururam və ən nəhayət bir oksigenda 8 proton varsa 8 və bizim cəmi proton sayımız 8N plus 10 eləmiş olacaq. Və bunlar hesablama məsələlərinə bizim qabağımıza çıxır və ümumi atom sayına nəzər yetirək. Ümumi atom sayı da deməli burada karbon, hidrogen, oksigendir. N dənə karbon atomu var. Hidrogenimiz 2N plus 2 qədərdir. Oksigenimiz də 1 dənədir. Və cəmi atom sayımız 3N plus 3 olmuş olacaq. Məsələn, deyəcək ki, atom sayı bu qədərdir, spirti tapı ki, və yaxud onu tapar, MR-in tapı, nə zəhrimarın tapı, indi olar rüsizlikdir də.
Yaxşı, bu detallara mütləq şəkildə fikir verməlisiniz. Aydın oldu, buna çox diqqətli olursunuz. Uşaqlar, burada əsas şagirdlər tərəfindən qarışdırılan bəzi məsələlər var. Mən bundan sonra sizə ən məsləhətli variantda, yəni funksional qrup ucu başlayır, spirtlər başladıq, aldehid, keton, nə, zəhrimar, beləcə üzv tərəfədə. Bunlarda nəyə fikir verməlisiniz? Bundan sonra rabitələrin sayının tapılmasında ən asan üsul polyar və qeyri-polyarla getməkdir. Polyar və qeyri-polyarla getməkdir. Yəni, istənilən bir dənə spirt yazaq burada. CSOH. Məsələn, etil spirtini yazdım. Fikir verin bura, çox diqqətli olaq bu detalda. Bu bizim etil spirtidir və formulu da C2H5OH-dır. Yəni, bunu bəli, C2H6O yaza bilərəm, sıxıntı deyil. Yəni, bu formada yaza bilərəm. Amma burada bir məsələ var. Hidrogenin bir dənəsi oksigenə birləşib baxır. Mən burada karbon, hidrogen arası desəm, gərək bunu ehtiyatlı olmalıyam. Yəni, 2M+1 deməliyim. Yəni, formulu bu şəkildə yazmalıyam. CnH2n plus 1 OH yazmalıyım. Ona görə ən mərifətlisi nədir? Ən mərifətlisi bütün rabitələr zaten sigmadır. Bütün rabitələr sigma rabitələrdir onsuz da və burada gedirəm qeyri-polyar, yəni qeyri-polyar nədir? Eyni atomlar arasında. Burada təbii ki, yenə alifatik zəncirdir, açıq zəncirdir və karbon-karbon arasıdır. Onsuz da başqa versiya yoxdur burada. Onsuz da başqa, burada eyni karbon-karbon var da, eyni növ atom var. Qeyri-polyar zaten karbon-karbon arasıdır. Bu nə qədərdir? N-1-dir. Bəs polyar nə qədərdir? Ehtiyatlı olursunuz. Polyar hidrogenlərin sayı, bax diqqətli ol, hidrogenlərin sayı, bax demədim, bax fikir ver, karbon, hidrogen demədim ha. Hidrogenlərin sayı 2n+2, bu hidrogenlərin sayıdır. Ondan sonra üzərinə gəl 1. O 1 nədir? Karbonla oksigen arasında olan xəttdir uşaqlar. Və burada polyar rabitəmiz nə qədər olacaq? Deməli, 2n+3 olacaq. Müəllim, bəs cəmi rabitə nə qədərdir? Heç nə. n-1 üzərinə gəlinsin 2n+3, 3n+2 bizim cəmi rabitə sayımız olacaq. Hə, lap belə detallı yazsan, bütün hər şeyi yazsan, istəyirsiniz belə də yaza bilərsiniz. Sigma rabitələr, deməli, karbon-karbon arası n-1-dir. Karbon-hidrogen arası, bax fikir verin, bu hidrogenə birləşmiş karbonların sayı 2n+1-dir. Sonra karbon-oksigen arası bir dənə xətt var, fikir versən, oksigenlə hidrogen arasında neçə dənə xətt var uşaqlar? Bir dənə xətt var və bunları da cəmləsəniz yenə də 3n+2 almış olacaqsınız. Bunu mən nəyə görə edirəm? Qəbul imtahanındasan, birdən hidrogenlərin sayını taparsan, səni çaşdırarlar. Deyərlər ki, karbon-hidrogen arası rabitə say, götürüb hidrogenlərin sayı götürərsən, aləmi qatarsan bir-birinə. Sən bilməlisən ki, buradakı hidrogenin bir dənəsi oksigenə birləşir. Bu detala fikir ver. Bu detal çox önəmlidir. OTK-nın 20 sınav kitabında da belə suallar var. Ehtiyatlı olmaq lazımdır bundan. Belə. Uşaqlar, əl-xüsusda 4-cü ixtisas qrupuna hazırlaşan şagirdlər üçün bu məlumat çox önəmlidir. Bu məlumat nədir? Uşaqlar, zaten mən sizə əvvəlki dərslərdə öyrətmişdim ki, karbon hibrid vəziyyətini tapması. 4 dənə sigma olsa, karbon nə vəziyyətdə olurdu? sp3. 3 dənə sigma olsa, nə vəziyyətdə olurdu? Aha, sp2 və ən nəhayət 2 sigma olanda sp. Bunu mən sizə öyrətmişdim. Burada, məsələn, biz bir dənə metil spirti yazaq bura, metil spirti. Yəni, qoy bizi dəqiqə yazaq bura, metil spirtini. Burada karbon hibrid vəziyyəti nədir? sp3-dür. Aydın oldu mu? Hidrogenlərimiz də həmişə nədir? S-dir. Hidrogenlərimiz də S orbitallarıdır. Burada bir dənə bu oksigen söhbəti aləmi qatırı bir-birindən söz yox. Qəbul imtahanlarında indiyə qədər bunu sual kimi görməmişəm. Hələ indiyə qədər görməmişəm qəbul imtahanlarında bunu sual kimi. Amma elə belə məndən deməsi də qoy deyim. Uşaqlar, suda necə əvvəl əzbərləmişdinizsə, oksigen nə vəziyyətində idi? sp3 hibrid vəziyyətində idi. Bunda 4 dənə hibrid orbitalı var idi və bu 4 dənədən ikisi rabitədə edirdi, ikisi iştirak eləmir. Bu detala fikir verməlisiniz. Burada da eyni qayda ilə oksigenimiz nə vəziyyətdədir? sp3 vəziyyətindədir. Sadəcə onun ikisi rabitədə iştirak edir, ikisi nədir? İştirak eləmir. Bu detala fikir verməlisin. Məsələn, bunun belə bir şəklini çəksən, məsələn, bu qıraqdakı karbonu çəkirəm. İndi ola bilər, biraz səliqəsi görsənə bilər, siz ona çox da fikir verməyin. Bu bir dənə karbon. Hansıda bir dənə karbonumuz var burada. Şöyle deyim ki, bunun ləçəkləri də var da burada.
Bax indi, oksigenə tər çəkərsən, eyni qayda ilə. Oksigeni yenə 1, 2, elə deyil, 3, hə uşaqlar? 4. Yenə də burada 2 dənə ləçək nədir? Rabitədə iştirak eləməyəcək. Bu 4 dənə ləçəkdən biri karbonla, bax bu xətti görürsən, biri karbonla oksigen arasındadır, biri oksigenlə hidrogen arasındadır. Bax gördün? 2 dənə hibrid orbitalından biri karbonla örtülür, bax bu xəttdir. Bu əsasən 4-cü qruplar, bir də indi müəllimlər üçün önəmli məlumatdır. 1-ci qruplar bunu bilməsə də olar. Burada oksigen hidrogen əslində belə çətin bir məlumat deyil, bir dahiyana məlumat yox demirəm mən burada. Bu da oksigen hidrogen arasıdır. Yəni yenə də burada oksigenin 2 dənə hibrid orbitalı rabitədə iştirak etmir, qalır belə. Bunlarda heç nə hidrogenləri belə bu şəkildə düzürsən, qəşəng, gözəl, göyçək, al sənə yaraşıq. Bax belə. Bunlar hidrogen atomlarıdır. Deməli bunlar bizim hidrogenlərimizdir. Bunlar da bizim deməli oksigenlə karbonumuzdur. Yəni bu detala fikir verməlisən. Bu çox önəmli detallardan biridir. İndi gəlirəm uşaqlara bayaqları, məsələn, ola bilər də imtahanda, nə bilirsən, bəlkə kimsə soruşdular. Deməli, cəmi rabitə sayımız 3n plus 2-dir. Cəmi rabitə sayımız bayaq hesabladıq da. Və bir rabitə neçə orbital yaradırdı? 2 orbital yaradırdı. 3n plus 2-ni vururam 2-yə. Eləyir 6n plus 4 sayda bizdə rabitədə iştirak edən orbital sayda. Bu nədir? Rabitədə iştirak edən orbital saydır. Bunu həmişə mən sizə demişəm. Rabitələri say vur 2-yə. İştirak edən nədir? Deməli, orbital saydır. İştirak edən orbital saydır. Bunlar hibriddir və qeyri-hibrid olmaqla 2 yerə bölünəcəklər. Uşaqlar, hibrid orbitalları təbii ki, burada əsasən şagirdlərdə karbonu soruşurlar. Karbonu. Hibrid orbitalları, karbonun neçə dənədir? Bu asandır. Karbon ətrafında 4 dənə hədd var. Sigma. Bir dənə karbon olsa 4 dənə, 2 olsa 8 dənə, 3 olsa 12 dənə, N olsa neçə dənə olacaq? 4 N. Karbon 4 N'dir. Oksigen neçə dənədir? Bir dənə oksigen vardı. Onun neçə dənə hibrid orbitalı var? 4 dənə. Amma ehtiyatlı olursan. Bu 4 dənədən nədir? İkisi rabitədə iştirak eləyir. İkisi nədir? Etmir. Bayaq göstərdim şəklini sizə. Mənə də rabitədə iştirak edən lazım olduğuna görə neyniyəcəm? 4n plus 2. Bu ümumidir ha. Karbonun 4n'dir. Oksigenin də 2 dənədir. Və bu detala fikir ver. Əlaqüstə dediyim kimi 4-cü qruplar bu məlumata pozitiv fikir versinlər. Gəldik qeyri-hibrid orbitallar nədir? Bəs burada qeyri-hibrid sadəcə hidrogenlərin sayıdır. Hidrogenlərin sayı nə qədərdir? 2n plus 2-dir. Cəmliyək neçə eləyəcək cəmi orbital sayımız? 4n plus 2, 2n plus 2, 6n plus 4 elədir. Elədir. Bu detallı uşaqlar dediyim kimi mütləq şəkildə yadınızda saxlayın ki, oksigen burada 4 dənə hibrid orbitalı olsa da ikisi rabitədə iştirak etmir, ikisi iştirak edir. Ona görə ki, onun eynən sudakı kimidir. Suda nə tər bilirsənsə burada da belədir. Və bu detal mütləq şəkildə diqqətinizdə qalsın. Yəni da mən sizə bütün məlumatları öyrədirəm ki, sonra gedib kimdənsə eşitməyin ki, o filan kəs dedi, amma müəllim onu bizə deməyib. Yaxşımı? Və belə. İndi gələk uşaqlar adla, indi burada bir söhbət var. OH qrupunun birləşdiyi karbon atomunun növündən asılı olaraq doymuş bir atomlu spirtləri birli, ikili və üçlü olmaqla böləcəyik biz. 3 yerə böləcəyik. Yəni OH-ın birləşdiyi karbonun növündən asılı olaraq. Biz əvvəlki dərsdə danışmışdıq ki, karbon əgər bir karbona birləşirsə o birlidir, ikisinə birləşirsə ikilidir, üçünə birləşirsə nədir? Üçlüdür. Aydın oldu mu? Bu 4-ünə birləşirsə nədir? Dörtlüdür. Ona görə də OH-ın birləşdiyi karbonun vəziyyətinə baxacaqsan. Əgər OH-ın birləşdiyi karbon bir karbonla birləşibsə ona birli, 2 karbonla birləşibsə ikili, 3 karbonla birləşsə ona nə deyərsən? Üçlü deyərsən. Bax indi bura. OH-ın birləşdiyi bu karbonu görürsən. Bu karbon neçəli karbondur? Birli karbon. Deməli spirtimiz nədir? Birli spirtdir. OH-ın birləşdiyi karbon. Bu neçəli karbondur? İkili karbondur. Görsən? Bu spirtə nə deyərsən? İkili spirt. Bu OH-ın birləşdiyi karbon. Neçəli karbondur? Üçlü karbondur. Və buna sən nə deyərsən? Üçlü spirt deyərsən. Və belə. Bu məlumat uşaq qarışdırmayın, amanın günüdür. Bir atomlu OH-ın sayına görədir. Birli isə OH-ın birləşdiyi karbonun vəziyyətinə görədir. Və belə. Məsələn, gəlin bu spirtə baxaq. OH bu karbon neçəlidir? Birli karbon. Demək, bu spirtə nə deyərsən? Birli. Buna hidrogen səni çaşdırmasınlar. OH yenə neçə? Bu neçəli karbondur? Birlidir. Gələk baxaq. Bu karbon neçəli karbondur? Üçlü karbondur. 1, 2, 3 karbonlar. Demək bu spirt nədir?
üçlü spirt. Bu karbon neçə karbonla birləşib? Bir dənə. Deməli, spirt birlidir. Bu karbon neçə karbonla birləşib? Bir, iki karbon. Deməli, spirtimiz nədir? İkilidir. Bu karbon neçə karbonla birləşib? Bir, iki karbonla. Deməli, spirtimiz nədir? İkilidir. Və bu detala fikir verin. Qəbul imtahan keçənlər 4-cü qruplara bunu soruşublar. Yəni, sırf nədir onun adı? Sadə sual qismində. Bu il 1-ci qruplara da soruşa bilərlər. Ki, birli spirti göstər, ikili spirti göstər. Bu belə sual qismində gələ bilər. Gələk adlandırılması, nomenklatura nətərdir bunlarda? Tarixi adlandırma. Deməli, sinifin ilk nümayəndəsi CH3OH. Onun karbinol və ya oduncaq spirti deyirlər. Karbinol və ya oduncaq spirt deyirlər. Növbətisi nümayəndə CH5OH, yəni ikinci nümayəndə. Bunun adı uşaqlar çaxır spirti, araq spirti deyirlər buna. Çünki bilirsiniz də araqların, bütün spirtli içkilərin tərkibində nə var? CH5OH var. Və bu detala mütləq fikir vermək. Bunun tarixi adı çaxır spirtidir. Aydın oldu mu? Ta qədim zamanda Misir piramidlərindən belə insanlara məlum idi. Spirt düzəltmək, çaxır düzəltmək, belə deyək də, bu kimi bilgilər insanlara məlum idi. Gələk beynəlxalq nomenklatura nətərdir? Bəs beynəlxalq adlandırmada çox asandır. Alkanların adının sonuna ol şəkilçisi əlavə edilir. Bu qədər sadə, bu qədər primitiv. Tərkibində bir dənə karbon, alkana nə deyirdin? CH4, metan deyirdin də. Buna nə edirsən? Metan, ol, alkagol sözü, uşaqlar, alkagol, spirt. OH-ın sayı bir dənə olanda ol, 2 dənə olanda diol, 3 dənə olanda triol. Və belə. Metanol, 2 karbon. Tərkibində 2 dənə karbon alkana nə deyirdin? Etan deyirdin. Buna nə deyirsən? Etanol, 3 dənə karbon. Propanol, belə. Butanol, pentanol və s. və ilə. İndi qulaq asın. Şaxəli quruluşlu spirtlər adlandırması aşağıdakı kimidir. Nə kimidir? Daha bunu deməkdən canımı çıxdı. OH-ın daxil olduğu ən uzun karbon zənciri seçilir. Qardaş, bunu alkenlə bu tərəfə eyni şey deyirəm, fikir ver. 2 qat rabitənin daxil olduğu ən uzun zəncir seçilir. 3 qat rabitənin daxil olduğu ən uzun zəncir seçilir. OH-ın daxil olduğu ən uzun zəncir seçilir. Keçəcək aldehidə COH-ın daxil olduğu ən uzun zəncir seçilir. Keçəcək aminlərə NH-ın daxil olduğu ən uzun zəncir seçilir. Bu olayda bir dəfəni öyrənin. Bu dəyişməyəcək heç vaxtdır. Əgər eyni uzunluqda bir neçə zəncir olarsa, o zaman nə deyirdik? Ən əsas zəncir, daha çox radikal olan zəncir bizim əsas zəncirimiz olurdu. Yaxşı, buna diqqət eləməlisən. OH-ın daxil olduğu ən uzun karbon zənciri seçilir. Əgər eyni uzunluqda bir neçə zəncir olarsa, o zaman əsas zəncir daha çox radikal saxlayan zəncirdir. Aydın oldu, bu detala fikir ver. Müəllim, nömrələmə hardan aparılır? OH yaxın tərəfdən aparılır. Əgər OH hər iki tərəfdən zəncirin eyni qədər uzaqlığındadırsa, bu zaman radikal, kiçik radikal yaxın tərəfdən. Kiçik radikalda hər iki tərəfdən eyni uzaqlıqdasın, yəni eyni qədər nömrələmədə, məsələn, soldan 2, sağdan 2-yə düşür. Bu zaman radikal çox tərəfdən, şaxə çox tərəfdən nömrələyəsən. Yəni, bu söhbət ta alkandan bu tərəfə eyni şeyi deyirik. Yaxşı mı? Gəlin, sizinlə bir dənə nümayəndə adlandıraq və daha qəşəng olsun. Təbii ki, o dediklərimi bir daha təkrar edəcəm. OH-ın daxil olduğu ən uzun zəncir seçilir. Bax, uşaqlar, OH-ın daxil olduğu ən uzun zəncir ilə budur. İndi nömrələməliyəm. Müəllim, hardan nömrələyək? OH yaxın tərəfdən nömrələyirik. Başlayaq. 1, 2, 3. Çünki OH buradan yaxında. Buradan 1, 2, 3, 4-ə düşür. 3, 4, 5, 6. Bunu da 50 dəfə demişik də. Sonra radikallar hansı karbondan ayrılıb? 5-dən ayrılıb. 5-dən nə ayrılıb? 2 dənə metil ayrılıb. Nə deyəsən? Demişdi, bir karbondan 2 dənə eyni radikal alınlarsa, həmin karbonun nömrəsini 2 dəfə deyirik. Nə deyirik? 5, 5. Neçə dənə metil var? 2 dənə. Dimetil. Uzun zəncirdə 6 dənə karbon var. 6 karbona biz nə deyirik? Heksan. Amma spirtdən axına şəkilçisi əlavə edirik. Oldu şəkilçisi. Heksan, ol və ən nəhayət. Əvvəl neyini deyirdin? 2 qatın yerini deyirdin. 3 qatın yerini deyirdin. Burada da OH-ın yerində də bir zəhmət. Vəssalam. 5, 5, dimetil, uzun zəncir, 6 karbon, heksan, ol, çünki spirtdir və OH-ın yerini deyirsən. Vəssalam, bitdi, qutarabildik. Davam edək növbəti bir məsələ ilə. Məsələn, gəlin bu nümayəndəni adlandıraq. Nə tər adlandıracaq? Mən sizə bir şey demişdim də, əgər CH5, CH3 kimi mütləq parçalamalısan. CH2, CH3 kimi yaz bunu. İndi ən uzun zəncir seçirik burada. Ən uzun zəncir. Ən uzun zəncir, bax,
OH-ın daxil olduğu ən uzun zəncir bax budur. Ən uzun zəncir budur. İndi müəllim hardan nömrələyəcəyik? OH Deyil yaxın axı. tərəfdən. İndi görək hər iki tərəfdən OH eyni qədər. Orada 1, 2, haş yoxdur. necə? Ay, Bax bu hə, nədir? burada. Buradan Hə, hə. getsək 1, 2, 3, 4-ə düşür. Deməli bu tərəfdən gedəcəyik. Aydın oldu mu? Bu tərəfdən gedəcəyik. 1, 2, 3, 4, 5, 6. İkinci karbonla dördüncü karbondan nə ayrılıb? Metil ayrılıb. Nə deyəcəm? 2, 4, 1, 4 demək. 2 dənə metil. Uzun zəncir 6 karbon. Heksan, ol. Ol. Başın Bəs müəllim, özümüz yazsaq nətər yazaraq çox asan. Əvvəlcə pentanol 2, əvvəlcə 5 dənə karbon çəkirsən, 3, 4, 5. Sonra onu nömrələyirsən, 3, 4, 5. Pentanol 2, ikinci karbondan OH ayırırsan və 3-dən 4-dən nə ayırırsan? Metilləri ayırırsan. Və beləliklə maddəni nədir? Rahatca adlandırmış olacaqsan. Bax belə uşaqlar, yəni bu qədər sadə. Yəni, burada böyüdüləsi heç nə yoxdur. İndi uşaqlar sizə bir neçə dənə versiya göstərəcəm burada. Bu versiyalar nədir? Bir dənə diqqətlə qulaq asın. 1, 2, 3, 4, 5, 6. Gəlin düşünək ki, deməli OH buralarda bir yerdədir. Bizə dəqiqə. 1, 2, 3, 1, 2, 3. Bizə dəqiqə. 3, 6, hə. 1, 2, 3, 4, 5, hə. Gəlin düşünək ki, OH buradadır. OH buradadır, bax, gördünüz? OH buradadır və burada bir dənə versiya var. Burada bir dənə versiya var. Bu belə bir şey. Bax gördün? İndi burada ən uzun zəncir aydın məsələdir. Ən uzun zəncir hansıdır burada? Ən uzun zəncir deməli elə budur. Cütbəli üstə ən uzun zəncir. Amma burada nömrələmə söhbəti var. Nömrələməni hardan aparacağıq? Nömrələməni hardan aparacağıq? Baxıram ki, buradan da deməli OH 3-ə düşür və buradan da 3-ə düşür, buradan da 3-ə düşür OH. Bu tərəfdən də Radikal yaxın olan tərəfdən nömrələmək bəli, lazımdır. radikal yaxın tərəfdən, bu tərəfdən nömrələyəcək. 3, 4, 5. Buradan 2-dən nə ayrılıb? Metil ayrılıb. Uzun zəncir pentanol və ən nəhayət OH-ın yerindir. Bax uşaqlar, birdən belə bir versiya olsaydı bəs. Hardan nömrələyərdiniz? Bax burada hardan nömrələyərdiniz? Radikal kiçik və çox olan tərəfdən, yəni bu tərəfdən gömrələyərdik. Aysa, çünki buradan da 2-yə düşür, buradan. O zaman radikal çox tərəfdən nömrələyəsən. Əhsən. 2, 2 olacaq da dimetil, hə? Yox, üzr istəyirəm, 2, 2, 4. 2, 2, 4, trimetil, pentanol 3. Bax belə. Bütün variantları dedim. Bir dənə şey yadımdan çıxdı. Uşaqlar, qoy onu da deyim sizə. Heç biriniz də məndən soruşmadınız ki, ay müəllim, bunlarda səmərəli adlandırma yoxdur. Var. Necə? O haşa törəməsi kimi baxırıq. Birinci nümayəndənin törəməsi kimi baxılır. Məsələn, Metanol. belə bir şey. CH3, CH, OH, bu belə bir şeydir. OH-ın birləşdiyi bu karbon var, bu karbon. Bəli, bəli. Bax, bu karbonu seçirik. Metan. Yox, yox, Dimetil metanol. yox, bir dəqiqə səbirli ol. Buna karbinol deyirlər. Bu. Karbinol dedim, aha, birincinin tarixi adı karbinol. Tarixi adı nə Hı. fikir vermədin? Etilen, asetilen və nə bilim, alken, alka nətər eləyirdim, bu da eyni şeydir də. Burada qıraqda Hı. neçə dənə metil var burada, qıraqda? Qıraqda Di. 2 dənə metil var. Nə deyəsən? Dimetil Metil karbinol. karbinol. Dimetil karbinol. Bax bu şəkildə. Məsələn, burada bir ikisini səmərəli adlandırmışsın üçün. Bax. Biraz böyük nümayəndələrdə mən bunu nətər adlandırım? Məsələn, bunu adlandıraq istəyirsiniz. Bax. Bu nədir qıraqda? Etil karbinol. Elə deyil. Etil karbinol. Bax belə. Bunu adlandırsam metil karbinol. Bax belə. Nəysə, şu anda siyahını uzatmaq istəmirəm. Bax bu şəkildə. OH-ın birləşdiyi karbonu götürürsən. Məsələn, gəlin bunu adlandırım sizin üçün. OH-ın birləşdiyi karbon budur. Götürdüm. Bəli. Bu tərəfinə izopropil birləşib, bu tərəfə izopropildir.
Hə, Bu göstərmişəm. tərəfdə Qanaxını üçlü butil. göstərmişəm. Deməli, bu nədir? Birinci kiçiyi deyirsən. Üçlü Metil, butil. izopropil, Üçlü butil. əhsən. Üçlü butil. Sonda nə deyəcəyik? Karbon. Karbinol. Bəli, o qədər. Çox ehtiyatlı olmaq lazımdır, yaxşımı? Gəldik, doymuş bir atomlu spirtlər müvafiq alkil radikal adı ilə də adlandırıla bilər. Bilirsən də alkil radikal, metil, etil. Radikalları tanıyırsınız da Allah uzaq eləsin, yazıda qalar bir dənə radikaldır. Deməli, bu nədir? Metil radikaldır. Buna nə deyəsən? Metil spirti. Bu hansıdır? Etil spirti. Bu hansı Etil. radikaldır? Propil spirti. Bu hansı Propil. radikaldır? Birləşən. İzopropil. Bilirsən də İzopropil. hidroksil karbon sülfati var. Yaxşımı? Və ən nəhayət adlandırmada bitdi, gəldi izomerliyə. Uşaqlar, izomeritə nəyə fikir verəcəyik? Birinci OH qrupunun karbon zəncirindəki yerinə görə izomerlik. Bu başlayır sinifin üçüncü nümayəndəsi propanoldan başlayır. Propanol, yəni C3H7OH-dan başlayır. Burada iki dənə versiya var. Sən karbonu burada qoya bilərsən. Buna nə deyərsən? Buna deyərsən propanol 1. Nə deyərsən buna? Propanol 1. Bəs buna nə deyərsən? Əgər OH-ı bura qoysan. Buna deyərsən propanol 2. Propanol 2. Yəni izomerlik burada üçüncü nümayəndədən başlayır. OH-ın vəziyyətinə görə, yaxşımı? OH-ın karbon zəncirinə yerinə görə. Necə əvvəl demişdik, 2 qatın yerinə, 3 qatın yerinə. Və burada da eyni söhbət var da. Sonra gəldi uşaqlar növbəti. Karbon zəncirinə görə quruluş izomerliyi. Karbon zəncirinə görə. Bu nə təridir? Demişdim, zəncirin formasını dəyişə bildiyin andan başlayır. Lap lorlaşdıra, şaxə düzəldə bildiyin andan başlayır. Yaxşımı? Lap lor, yəni şaxələndirə bilirsən də. Biz də bilirik ki, alkanlar dərsindən 4 dənə radikal hissəsi onsuz da alkanı. Mənim nəyimə lazımdır OH? Bu radikal hissəsini əvvəl nətər butanda nətər eləyirdin butanda? Bir dümdüz yazırdın, normal butan deyirdin. Bir də nə edirdin? Zənciri qısaldırdın üçə. Bu şəkildə. Buna nə deyirdin? İzobutan deyirdin. Hatırlayırsan bunu alkanlar dərsində? Yəni bütün olaylar eyni cürdür burada. Bu nədir? Normal butandır. Normal butan. Bu nə idi? İzobutandır. Yəni burada ikinci karbona bir də metan izo deyil. Yəni sözümü nəyə gətirmək istəyirəm? Nəyə gətirmək istəyirəm? Karbon zəncirinə görə quruluş izomerliyində alkanda nə qədər 4 dənə karbon olanda düzəldir. Bu da eyni qayda ilədir. Elə bir sən nəyə lazımdır OH? OH qalıbda yerində. Bir belə yaza bilərsən. Bir dənə tər eləsən. Karbonu endirərsən 3-ə. Şarxa düzəltdə karbonun birini qoy bura. Və bu şəkildə. Gördün? Ehtiyatlı ol günə. Da belə. Bu normal quruluşdur, fikir verirsənsə. Bu nədir? Şaxəli quruluşdur. Maddə adı nədir? Butanol 1. Nədir bunun adı? Butanol 1. Bəs bu nədir? 1, 2, 3. Bunun adı nədir bəs? 2 metil, deməli, propanol 1. Belə. Zəncirə görə. Bir də mən sizə öyrətmişdim. Sinifindən asılı olmayaraq optiki izomerlik. Optiki izomerlik öyrətmişdim mən. Optiki izomerlik nə idi? Bir dənə Həm də dedik. yəni qeyri-simmetrik, simmetrik deyirsiniz. Burada karbon sp3 vəziyyətində olmalıdır, mütləq şəkildə sp3 vəziyyətində olmalıdır. Və onun 4 bir tərəfi müxtəlif atom və ya atomlar qrupu olmalıdır. Təbii ki, burada sizə maksimum soruşmurlar. Ən az sayda karbon atomu və bir asimetrik karbonlu spirtlərin nümayəndəsi, yəni ən sadə nümayəndəsi də belə deyil. Simmetrik, asimetrik idi də mən düz deyirəm. Necə? Simmetrik, asimetrik də Burada optik. asimetrik olmalıdır. Asimetrik, yəni simmetrik olmayan. Bir tərəf Bəli də. sinifi təmsil eləyir. Nə təmsil eləyir spirtləri? OH. OH. Birinə CH3, birinə Bir tərəfinə H izopropil. qoyuram. Bir tərəfinə Birinə CH3 qoyuram. Bir birinə tərəfinə də etil. qoyuram CH3, CH2. Və bu karbon nədir? Asimetrikdir. Yəni simmetrik olmayan karbonda yadda saxlayın. Asimetrik karbonu olan maddə optiki izomerlik yaradır. Belə maddələrə optiki aktiv maddələr deyilir. Nə deyirlər belə maddələrə? Optiki aktiv. Alpenlərdə demişsiniz buna hamısı. Bəli, optiki aktivdir bu maddələr. Testdə görərsən ki, hansı maddə optiki aktivdir. Orada nə axtararsan? Asimetrik karbon varsa optiki aktivdir. Yoxsa deməli deyil. Deməli spirtlərdə ən az neçə dənə karbon lazımdır? 1, 2, 3, 4 dənə karbon lazımdır ki, biz orada nə yaradaq? Optiki izomerlik yaradaq. O belə.
Və uşaqlar, siniflər arası izamelliyə gələcəyik. Siniflər arası izamellikdə diqqət olunması bir məsələ var. Siniflər arası, uşaqlar, bu hissə çox diqqətli olun. Əslində, mən əvvəllər sizə bu barədə danışmışam. Siniflər arası izamellik bəs nədir? Siniflər arası izamellik, bunlar sadə efirlər nizameridir. Kimlər nizameridir? Sadə, Sadə efirlərdə 2 dənə alkil radikal olurdu da. bəli, sadə O, efirlər. Bu nətər yadda saxlayırsan? Suyu gör, bilirsən də suyu, HOH. Bu bəli. hidrogenləri götürürsən, ən loru variantını sənə deyirəm. Bəli, Bu şey hidrogenləri götürürsən, onun yerinə radikal. nə qoyursan? Radikal qoyursan. Eyni və ya müxtəlif, önəmli deyil. Eyni qoysan simmetrik, müxtəlif qoysan nə olacaq? Qeyri-simmetrik. Yəni, bir sadə efiri düzəltməyim üçün, mənim üçün ən az neçə karbon lazımdır? Ən azı 2 karbon lazımdır. Yəni, sadə efirlərin birinci nümayəndəsi kimdir? Ən azı 2 dənə doymuş sadə efirlər. Bax belə. Və burada neçə dənə karbon var? 2 dənə karbon var. Deməli, sadə efirlərin də formulu CnH2n plus 2O-dur. Amma sadə efirlər nədən başlayırlar? 2-dən başlayırlar. Deməli, spirtlərin birinci nümayəndəsi CH3OH-ın siniflər arası izomeri yoxdur. Çünki sadə efirlər 2-dən başlayır. Bax, C2H6O-dur. Bunu 2 cür yaza bilərsən. Bir OH kimi yazarsan. Diqqətlə qulaq asın. Bax belə. Bəli, doğrudur. CH3, CH2OH kimi yazarsan. Bir də nətər yazarsan? Oksijeni qoyarsan bura. Karbonun birini bura qoyarsan. Birini də bura qoyarsan. Bax, bu şəkildə yaza bilərsən. Diqqətli olmaq lazımdır. Gördün? Adlandırması çox asandır. Çox sadədir adlandırması. Bunlar radikallar nədir? Metildir. Neçə dənə metil var burada? 2 dənə. Nə deyərsən? Dimetil. Aha. Dimetil sadə. Dimetil efiri. Sadəcə. Dimetil efiri. Vəssalam. Nə deyərsən buna? Dimetil efiri. Ehtiyatlı olacağına. Birdən qıraqlarda əgər müxtəlif olsa, bu simmetrikdir. Bu nədir? Simmetrik sadə efirdir. Metil etil efiri. Nə Metil deyirsən buna? efiri. Metil etil efiri. Bu nədir? Deməli, qeyri-simmetrik sadə efirdir. Yaxşımı? Qeyri-simmetrik sadə efirdir. Oldu mu? Uşaqlar, daha bir çox təhlükəli bir qayda deyəcəm sizə. Çox təhlükəli qayda deyəcəm. Çox təhlükəli qayda. Bax bura. Sadə efirlərdə ən çox uşaqların səhv etdiyi şeyi də öyrədirəm sizə. Ən çox. Bax. C4H10O. Fərqi yoxdur. Burada oksigen qırağına istəyən birinə metil. Bunu məsələn, bu neçə formada yaza bilərsən? Məsələn, bura metili, bura nə qoyarsan? Məsələn, bunu necə yaza bilərsən? Görüm kim deyə bilər bunu? 4 dənə karbon ətər bölüşdürərsə, görüm kim deyə bilər? 4 dənə karbonu C2H5 yazarıq birinə. Məsələn, birinə C2H5, birinə C2H5. Bu nə oldu? Simmetrik. Sonra Sonra birinə CH3 birləşdirsək, birinə də propil birləşdirərik. aysa propilin hansısı? Deməli, 2 Propildə. dənəsi ola bilər. Bir belə ola bilər. Bir də izopropil birləşdirmək olar. Gördün? Ehtiyatlı olmaq lazımdır ya. Amanın günüdür. Məsələn, sənə verər C4H10 sadə efirində. Məsələn, mən bir dənə belə sual verirəm sənə. Metil qruplarının sayı maksimumdur. Bu sənə açıq formada yazar, qoyur daha da rahat. Sizə burada bir dənə önəmli detal verirəm. CH2-dir də müəllim metil. Bir dəqiqə səbirli ol. Yox, metilən idi. Bir dənə fikir ver bu hissəyə. Məsələn, sualı belə verə bilərəm. Metil qruplarının sayı maksimumdur. Burada. Hansının adı maksimum? Müəllim, siz metilin deyirsiniz, yoxsa metil? Metil, CH3 deyirəm. Hə. CH3 də üçüncüdə. Gördün? Nə qədər sual çıxartdım sənin üçün. Bəli. Görsən təhlükəli sualdır. Sonra, məsələn, ola bilər sən demiş metilin qrupları. Metilin qruplarının sayı maksimum. Görsən bunu bu formada yaza bilərsən. Gördün? Bəli. Daha doğrusu fərqi yoxdur. Birincide, ikincide metilin qruplarının sayısının istə nədir? 2 2 dənə. dənə. İndi bir dənə şey sorsam, gör mən kim fikir verim. Bu karbon neçəli karbondur? Birli. Bəs bu? Birli. Birli, oksigenə birləşir. Birli karbon. Arkadaşlar, karbon oksigenə birləşir. Niyə? Nətər bunu işe edirsən? Bu da birli. Birli olur. Karbonla karbon arası birli olur.
Karbonlar, karbon. Bildiyimi bu karbon ikilidir. Axı mən deyirəm bu ikili olmaz. Axı bu da birlidir. Fikrimi çatdıra bilmirəm. Bu karbon oksijenə Amma birləşmir. Bu karbon bu tərəfə. Yenə bu karbon bir karbona birləşmiş olur da. bəli, Bu da birlidir, bu da birlidir də. Bu da birlidir, bu da birlidir. Bəs yaxşı. Bu karbon neçəli karbondur? ikili. CH deyirsinizsə ikili. Qəşəng. Evet. Çatmadın, əla. İki karbona birləşir. Bəs bu? O sıfırdır. Oksijenə birləşir baxın. Görsən nə qədər suallar çıxardıram bundan. Yazaram C4H10, bir dənə suallar çıxardıram sənin üçün, gəl görəsən. Məsələn, sualı belə qoya bilərəm. Birli karbonların sayı maksimum. O zaman hansını götürərsən? Birli karbonların sayı maksimum olsa. Kimdən hansını götürərsən? Yəni, məsələn, birincidə çoxdur. Birində 4 dənə birli var. Bəs desəm ki, birli karbonların sayı minimum. Hansını götürərsən? Birli karbon sayını üçüncünü. Dəqiq. Mənim gərək mən belə saymayıb, belə Yox, bu bilmirəm. sayda. Burada bir dənə birli var. Bu da birlidir. Bu O birlidir. Bu birli karbondur. Harada oldu birli? birlidir. Bu Birli ikili. değil, o yok. Bu da birlidir. Burada bir dənə ikili var. Onda Bu demək ki, birlidir. Bu birlidir. Bu da bu birli. sıfır. Bu birlidir. Bu neçəlidir? İkilidir. İkili. Deməli, birli karbonların sayı maksimumdur. Mən bunu yazmalısan da. Bəli, Görsünlər ki, Minimum. suallar çıxır 2 dəqiqə sən üçün. bəli. Daha təhlükəli bir məqam. Daha təhlükəli bir məqam. CnH2 plus 2 sadə efirlərdə bax, uşaqlar necə hərflilər imtahanda. Vay, 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 vay. Dünən OTK-da sınağa salmışdı bu sualı. Nə hərflilər uşaqları imtahanda belə aldadırlar. Bax bir dənə bura. Yadda saxla. Sadə efirlərdə və mürəkkəb efirlərdə, mürəkkəb efir az qalıb da. Sadə efirlərdə və mürəkkəb efirlərdə karbon-karbon arası rabitə sayı karbonların sayından 2 dənə az. Bu sadə efirdə keçəcək də, yəni. Sadə efir olsa bu, sadə efir başqa yoxdur. Bir dənə alınmasına baxasın, tez qırtdan istəyirsən. Sadə efir yoxdur dərs kimi. Ah. Hə. Burada neçə dənə karbon var? 4 İki. dənə. 4 dənə. Amma arasında neçə dənə xətt var? Dərs. Gördün? İki Bu dənə. qeyri-polyar. Bəs polyar. Polyar burada karbon hidrogen arası. Hidrogenlərin sayı qədərdir. Bir də Bəli, bir də karbon oksigen arası. Neçə dənədir? 2. Gördün? Amanın günü ehtiyatlı ol, biabır eləmə imtihanda mən. Sadə efirlərdə qeyri-polyar kovalent rabitə sayı karbonların sayına 2 vahid azdır. 1 vahid yox. Mürəkkəb efirlərdə də belədir bu arada. Doymuş mürəkkəb efirlərdə. Eynən də karbon hidrogen arası, belə deyək də, o polyar rabitə sayı 2n plus 2 qədər hidrogenlərin sayı qədər. Bir də 2 dənə karbon oksigen arası rabitə var. O bayaq dediyim söhbətləri də amanın günü ehtiyatlı yadında saxlayacaq, biabırçılıq eləmə imtahanda. Yaxşı. Daha belə. Bəzən uşaq deyim sizə, bəzən bu simmetrik və bəzən buna metil etil qarışıq efir deyirlər buna. Məsələn, bu qarışıq efirdir. Yəni bu qeyri-simmetrik və yaxud da ki, qarışıq sözünü deyə bilərsən. Yaxşımı? Ehtiyatlı olmaq lazımdır. Yaxşı. Bax belə. Sonra nə deyəcəkdim mən sizə? Təşkil insadikavı bunu izah elədim. Bu məqamlar. Görürsünüz, məsələn, bu sadə efirdir. Görürsünüz, bu spirtdir, karbonlardır, burada hidrogenlərdir. CH5OH-dır da. Bu kimdir? Görürsən, oksigen kənarlarında 2 dənə metil atı qalır. Evet. Ehtiyatlı olun uşaqlar. Amanın günü də ehtiyatlı olun. Biabırçılıq olmasın. Optik izamelilikdə danışdıq. Və uşaqlar, gəlin görək. Burada mən sizə bir dənə rahat bir qayda öyrədirəm. İmtahandasan, hansı karbonun asimetrik olduğu söhbətini araşdırmağa çalışırsan. Birinci növbədə, əgər karbon sp2, sp vəziyyətinin başını bıraq, onun yoxsa asimetrik olmayacaq. Həmişə. Nəyə fikir verməlisən? CH3-dür, CH2-dir. Bunun başını bıraq, onsuz da asimetrikdir. Çünki ətrafında 3 dənə hidrogen, 2 dənə hidrogen. Həmişə nədən şübhələnirsən? CH olanda, bir də C tək olanda. Nə məndə şübhələnmək? Test tapmaq üçün də. Test tapmaq üçün. Bax, mən təbii ki, bundan şübhələnə bilərəm. Niyə? Çünki CH-dır. Amma qırağında nə var? 2 dənə metil var. Ona görə bu asimetrik deyil. İndi gəlirəm bu birisinə baxıram. Bir dəqiqə. Bax, buna baxıram. Bu karbona bir dənə fikir ver. Bunun bir tərəfində nə var? Hidrogen var. Bir tərəfində CH3 var. Bir tərəfində OH var.
Bir tərəfində də bu var. Deməli, bu nədir? Optiki izomerlik yaradır. Bu optiki aktivdir. Bax belə. Diqqətli olmalısın uşaqlar. Bax bu detallara mütləq şəkildə Cis trans izomerliyi yaradır. düşmədi. Cis trans izomerliyi var Yox, burada yox bunlarda. belə şey. O ancaq iki qat rabitəsiz üzrə, yəni alkenlər, alkadenlər. Aydın oldu. Bəli. Belə, bu detallara da fikir verək. Hə, indi burada növbəti, belə deyək də, alınma və xassələri gəlir növbəti. Alınması metanol əvvəllər, yəni metil spirtidə, metanol əvvəllər alınıb oduncağın pirolizindən. Lap əvvəl. Oduncaq spirti ona görə deyirlər ona. O piroliz nədir? Oksigensiz şəraitdə parçalanmaqda. İndi isə sənayedə sintez qazdan. Sintez qaz bilirsiniz də. CO ilə hidrogen nə idi bizdə o vaxtı? Sintez qaz. Sintez qaz nədən alınırdı? Qısa qeyri-üzvüyə təkrar. CH4-ün üzərinə su gələndə və yaxud da Karbon qazı bir də gəlirdik. bəli, temperatur katalizatorla bizə yekun məhsul nə verdi? CO plus hidrogen. Buna deyilir sintez qazı. Amma karbon plus su reaksiyasından nə alınırdı? Onda su CO qazı alınır. plus. Bəli, buna deyirdi su qazı. Ehtiyatlı olmaq lazımdır. Və alınması bu şəkildə. Görsən, metanolu belə alın. Sonra olaraq etanolu, yəni etil spirtini deyək də, sənayedə glikozanın qıcqırmasından alırlar. Glikozanın qıcqırmasından alırlar. Bu məqsədlə istifadə olunan glikozada əsasən nişasta və sellozdan. Siz bioloqlar, siz bilərsiniz, Allah uzaq eləsin. Nişasta alfa glikozdan ibarətdir, selloz da beta glikozdan ibarətdir. Nişasta və sellozu təbii polimer bu arada. Təbii polimerlər nişasta, selloza. Təbii polimerlər kimdir? Nişastadır, sellozadır, zülallardır, sizin keçdiniz. Bir də sis izopren, təbii kauçuk var, Amerikada hevi ağacından. Bax, onlar nədir? Təbii polimerlər hesablanır. Və bunlar bu üsulla alınan etil spirti hidroliz spirti adlanır. Deməli, uşaqlar, nişasta ilə selloza hər ikisinin formulu eynidir. C6H10O5-dir. Onları hidrolizdən alırıq glikoza. Glikoza C6H12O6-dır. Glikoza, karbohidratlar keçində inşallah biləsiniz, az qaldı. 11-ci sinifin axırıncı mövzularıdır. Karbohidratlar. Və glikozanın da qıcqırmasından, yadda salın, glikozanın 3 dənə qıcqırma tənliyi var. İnşallah gələcəkdə biləsiniz. Süd turşusuna, etil spiritinə, bir də yağ turşusuna. Bu etil spirtdən qıcqırmadır. Qıcqırma zamanı nə əmələ gəlir? Spirt, bir də karbon qazı əmələ gəlir. Yəni nə olmaz? Spirt, bir də nə əmələ gəlir? Bu etil spirt əmələ gəlir. Bir də karbon. Bu tənliyi bilahi hesablanan var bununla. Ehtiyatlı ol günə. Yaxşımı? Bu detala fikir ver günə. Bəli, bəli, ehtiyatlı olmaq lazımdır. Bunu biz şeydə keçmişik də, karbon qazının alınmasında. Bəli, bu keçilib. Ümumiyyətlə, qızqırmada, məsələn, adicə evdə xəmiri qızqırdı o niyə köpür, belə şişir? Çünki qızqırmada karbon qazı alınır, dolur xəmirin məsamələrini, onu neynir? Köpürdür. Belə labloru deyim sizə. Gəldi etanol, yəni etil spirt, hal-hazırda zavod şəraitində etilenin hidratlaşmasından. O vaxt demişdim sizə, alkenlər hidratlaşanda nə verirdi bizə? Spirt verirdi. O vaxt da belə öyrətmişdim mən sizə, alkenlərin hidratlaşması. Bəli. Üzərinə su belə HOH kimi yazırsan. Markovnikov qaydasına görə idi. Burada yoxdur Markovnikov, amma birləşir. H bura OH alınır. CH3, CH2OH. Yadda Bir sax. dənə etilenin alınmasını Etilenindən birli spirt alınır, qalanlarına ikili və üçlü alınır. Ehtiyatlı olun. Bir dənə deməli etilenindən birli spirt alınır, qalanlarına ikili. Məsələn, bax, adi sadə nümayəndə. Propen, propilen tarixi adından desək. Qat rabitə Markovnikov. Hidrogen daha çoxa gedir. CH3, CHOH, CH3. Bəli, bu şəkildə, əhsən. Hidrogen hidrogen çox onunla birləşir, OH da digərinə birləşir. Bu spirt neçəli spirtdir? İkili spirtdir. Bir dənə etilenindən birli spirt alın, yadda saxlayın. Gələk, bunlar da aydın məsələdir və yeni şey danışmayaq. Alkanların monohallogen törəmələrindən qələvinin suda məhlul. Bilirsiniz də, alkanların, məsələn, C2H5 xlor üzərinə gəlirdi o vaxtı qələvi, məsələn, kalium OH olsun da, spirtdə məhlul gələndə alken alınırdı. Kalium xloru götürürdü. Suda gələndə bir atomlu spirt alınır. Bəli, OH da buradan H götürür. Bir də yerdə nə qalır? C2H4 qalır. Bu şəkildə. Diqqətli olmaq lazım. Bu nə idi? Alken. Amma suda məhlulu gələndə nə oldu? Məsələn, aşağıda göstərib. C5H11 xlor üzərinə gəlirsin. Burada dəyişməkdə kalium xloru götürür. Bir də nə qalır? C5H11OH. Ehtiyatlı olun uşaqlar. Bu amil spirti və ya da pentanol deyil, amil spirti ətriyyat üçün lazım olan birləşiklərin alınmasında, izomil spirti isə süd məhsullarının yağlılığının yoxlanmasında geniş istifadə edilir. Yəni, bu da belə məlumat kimi deyək və bugünkü dərsimizdə əsas diqqət olunması bir detal var.
aldehid və ketonların hidrogenləşməsindən. Uşaqlar, aldehid nədir, keton nədir? Qısa bir dənə, əslində bunu sizə izah eləmişəm şeylərdə, alkinlər dərsində. Daha artıq gəlib dirənmişiz o mövzuya. Bir dənə CO olan, bir dənə CO olan Səbil ol, səbil ol. Bu bizdə iki karbonil qrupudur. Nədir bu bizdə? Karbonil qrupudur. Karbonil. Bunun bir tərəfinə H, bir tərəfinə R, yəni karbohidrogen radikalı qoyandan sonra, yəni qısaltsaq RCOH desək, bu aldehiddir. Aldehid. Yaxşımı? Şimdi bu aldehid. Bir dənə qarışqa aldehidində R hidrogendir. Nədir bir dənə qarışqa aldehidində? R hidrogendir. Aydın oldu mu? Bir dənədir. Əgər karbonil qrupunun hər iki tərəfinə gətirib radikal qoysanız, buna deyəcəksiniz keton. Nə deyəsiniz buna? Keton. Aydın oldu mu? Ehtiyatlı olmaq lazım. Şöyle bir dəqiqə. Hə, şolar deməli buna keton deyəsiniz. Bax, sizə bir dənə sadə bir şey deyim. Spirtlərin formulu CnH2 plus 2 odur və bu spirtdir. Aldehidlərə deyirlər hidrogeni çıxarılmış spirt. Nə deyirlər? Hidrogeni çıxarılmış spirt. Yəni CnH2-odur. Aldehidlər və ketonlar siniflər arası izomerdir. Aldehidlərdə en böyük bərabərdir 1-dir. Ketonlarda isə en böyük bərabərdir 3-dür. Niyə? Çünki ketonda minimum 3 dənə karbon olmalıdır. Biri burada olsa da var, qırağa 2 olmalı. Minimum. Bax, yadda saxla. Aldehidlərlə ketonlar siniflər arası izomerdirlər. Bir-birinin izomeridir. Sadəcə aldehidlərin birinci nümayəndəsi HCOH-dır. Bir dənə karbon var da burada. Ona görə 1-dən başlayır. Amma ketonlar neçədən başlayır? 3-dən başlayır. Sənə bir zarafətənə bir söz dedim, yadda saxla. Aldehidlər birli spirtlərlə qohumdur. Ketonlar da ikili spirtlərlə. Yadda qalar. Aldehidlər birli spirtlərlə qohumdur. Ketonlar nədir? İkili spirtlərlə qohumdur. Bunu niyə deyirəm? Çünki aldehidlər hidrogenləşəndə bizə birli spirt verəcək, ketonlar hidrogenləşəndə bizə ikili spirt verəcək. Aldehidlərin reduksiyası deyək buna. Aldehidlərin reduksiyasından birli spirt, ketonların reduksiyasından isə ikili spirtlər alır. İndi baxın. O hidratlaşma var idi. Bəli, alkinlərin su ilə reaksiyası, Kuçerev reaksiyası. Bir dənə asetilenden aldehid alınır. Üzərinə sürəndə qalınan keton alınır. Bu da çox bəsitdir uşaqlar. Bu iki qat rabitəni görürsən. İki qat rabitəni qırdın, H-ın birini bura, birini də bura birləşdirsən. Gördün? Bu OH bu birli karbonda, bilirsən də. Ona görə bu birli spirtdir. Çox asandır. Uşaqlar, baxın. Hidrogeni beləyə saçlaş. Bu pirabitəni görürsən, qırdın. Hidrogenin birini bura, birini ara birləşdirsən bura. Müəllim, yəni məsələn birincidə sp2, sp3 qravitəsi qırılıb. Harda? Birincidə. Yox, indi mən sənə deyim. Bu oksigen P-dir, yaxşı. Bu spirtdəki kimi, bu HOH deyil axı. Bu P-dir, yadda salın. Burada sən görsən, niyə belə savadsız cümlə işlətdin? Pirabitə nə vaxt SP olub? PP örtülməsidir də pirabit. Ayda, bəli. Bəli. PP örtülməsidir pirabitə, ehtiyatlı ol yenə. Burada pirabitə qırılır. Məsələn, burada pirabitə qırılır. Burada sigmanın sayı 2 vayda artır. Kütlə 2 qram artır. Ondan sonra polyar rabitə bizə OH və CH rabitə əmələ gəlir də. Və bu kimi, zaten sual həllərində bunu görərsən sən. Deməli, CnH2-nin odur. Bu aldehiddir və ya da keton önəmli deyil. Üzərinə hidrogen yanına alınır CnH2. Buna nə oldu bu günləri? Bir dəqiqə. CnH2 plus 2O. Bu da nədir? Spirt. Davam edək növbəti bir məsələ ilə. Şöyle aldehidlər adlandıran məsələ demişdim də. Axırı al çəkiltisi əlavə verirlər. Al çəkiltisi. 2 karbon, etanol. 3 karbon, ketona da axırı 10 çəkiltisi əlavə verirlər. Propan 10. Beynəlxalq adı. Və tarixi adlarına istifadə edir. Məsələn, bu asetondur tarixi adı. Bu aset aldehid. Aldehiddən ikinci məqsəd aset aldehid və yaxud da buna sirkə aldehidi də deyirlər. Sirkə turşusuna, sirkə oksidləşəndə sirkə turşusu verir bizə. Ona görə sirkə aldehidi deyirlər. Aydın oldu mu? HCOH bunun formaldehid, qarışqa aldehidi. Çünki oksidləşib qarışqa turşusuna çevrilir. Bunu irəlidə danışacağıq onsuz da sizdən. Elə belə testdə qalava çıxar, öz bitirmə, yaxşı. Ona görə deyirəm sənə. Bir də nə deyəcəkdim, yadımdan çıxmamış. Qoy onu da deyim sizə, yadımdan çıxmamış. Uşaqlar, deməli, burada diqqət olunması məsələləri dedim. Elə bir nəsə deyəcəkdim, amma yadıma düşmədi sanki. Hə, niyə buna reduksiya deyirlər? Niyə buna? Reduksiya. Reduksiya nə deməkdir? Oksidləşdirir.
Bax, bilirsən də hidrogen burada qısa deyim sənə. CH3 COH-dır. Hidrogen burada müsbət 1-dir, mənfi 2. Karbon nədir burada? Müsbət 1. Elə deyil? Bir. Yəni müsbət 1, mənfi 2. CH2OH mən dərs izah eləmişdim oksitləşmə reduksiyada. Deməli burada müsbət 1, Mənfi bir, müsbət 2. karbon bir də Ha, nədir? Mənfi 1-dir. 2. Mənfi 1 də karbon burada. Ha, bildim. Karbon burada müsbət 1-dən nəyə gəlir? Mənfi 1 Mənfi 1. azalıb da, oksidləşdiricidir də. Oksidləşdirici nə olur? Reduksiya edici, reduksiya olunur da. Reduksiya. Ona görə aldehdən reduksiyası yazırlar. Hidrogen sıfırdan nəyə gəlir? Burada müsbət 1-ə. İndi artır oksidləşmə dərəcəsi. Davam edək. İnşallah mövzunu full izah edəcəm bu arada. Daha bütün mövzunda yekun izah edilmiş. Doymuş bir atomları izah edəcəm. O su atomlarına fenollar növbəti dərsdə. Doymuş bir atomlu spirtlərin qaz halında nümayəndəsi yoxdur uşaqlar. İlk nümayəndə, deməli ilk 11 nümayəndə, yəni ta C11-də daxil olmaqla maye haldadır. 11-dən sonra nədir? Bərk haldadır. Deməli, Mr artdıqca ərimə və qaynama temperaturu artır, eyni qayda ilə suda ərimə qabiliyyəti azalır. Və spirtlərin ilk nümayəndəsi suda istənilən nisbətdə həll o ilk nümayəndələri, yəni bu metanol, etanol, propanollar söhbət gedir. Bunun səbəbi spirt molekulları, su molekulları arasında hidrogen rabitəsinin əmələ gəlməsini izah olunur uşaqlar. Spirtin məhlulda, bu çox sadə bir şeydir bu arada. Spirtlə su qarışan zaman 3 tip hidrogen rabitəsi əmələ gəlir. Bu rabitə mövzusunda sual da var. Spirtlər öz aralarında, baxın, spirtlər öz aralarında, su ilə spirt arasında və ən nəhayət sular arasında nə yaranır? Hidrogen rabitəsi. Hidrogen rabitəsi biz nə tər demişdik? Bir molekulun hidrogeni ilə digər molekulun daha elektromənfi elementi arasında rabitə biz nədir? Qısaca hidrogen rabitəsi demişdik. Məsələn, sular arasında hidrogen rabitəsi. Nə tər eləyirsən bunu? Bax bu şəkildə, bax. HOH. Növbəti nə tər eləyəcəksən? Bax. Digər molekulun hidrogeni ilə. Bax, bir dənə bura. Gördün? Bax belə. Yəni, bir molekul hidrogenin digərinin oksigen arasında. Eyni qayda da. Burada da bir dənə spirtin hidrogeni, o birisi spirtin oksigen arasında. Aydın oldu? Bax, bu da. O eyni qayda ilə. Bunun hidrogeni, bunun oksigen arasında. Davam eləsən yenə nə olacaq? Bunun oksigeni ilə nə olacaq? Deməli, hidrogen. Bax, belə. Yəni, bu çox sarı. Bunu əslində əvvəl danışmışdıq ya. Yəni, bir daha da qısaca dedim sizə. Və gəldik oktanol, yəni 8-dən başlayaraq praktik olaraq həll olmurlar. Spirt molekulları arasında hidrogen rabitəsinin olması, spirtlərin ehtiyatlı ol, bu testdə sual kimi çox daha. Onların hidrogen rabitəsinin olması eyni sayda karbon atomu olan karbohidrogenlərdən, yəni bütün karbohidrogenlərin yüksək temperaturda qaynaması səbəb olur. O testdə var ha sual. Məsələn, etan adi şərətdir. Qazda amma etanol nədir? Mayedir. Spirtlərin ilk üç nümayəndəsi xüsusilə alkoqol ilə mayedir və metanol çox zəhərlidir. Az miqdarda ondan insan əgər içsə, neysə, onu kör edib öldürə bilər. Uşaqlar metanol çox zəhərlidir bu arada. Ehtiyatlı olmaq lazımdır. Spirtlərin suda məhlulları neytral xassəlidir. İndikatorlara təsir etmirlər. Spirtlərin reaksiyaları. Uşaqlar birinci başlayaq. Burada nəyə fikir verməlisən? Aktiv metallar. Natrium kalium reaksiyasıdır. Bu zaman OH qrupunun hidrogeni metalla əvəzlənir. Eynən suda kimdə? Necə suyun üzərinə natrium gəlib hidrogen əvəzlənmirdim burada. Natrium OH birisi hidrogen yazmır. Eyni söhbətdir də. Burada hidrogen nə ilə əvəzlənir? Natriumla əvəzlənir. Deməli CH5 o natrium və hidrogen çıxır burada. Məsələn demişdim də ayrılan hidrogenin mol elementin valentinin yarısı qədər. 2-yə 1, 1-ə 0.5 düşür də. Bunu ümumi şəkildə belə yazmaq olar. CnH2 plus 1 OH üzərinə gəlinsin natrium. Burada hidrogen əvəzlənir. CnH2 plus 1 O natrium və H2. Nə qədər özdə? 0.5. Ehtiyatlı olmalısan. Bunlar nə deyirlər? Alkoqoliatlar deyirlər. Alkoqoliat. Natrium etilat. Bu etil spirtdir. Necə natrium sülfat demirlər. Natrium hidroksid eyni qayda ilə də. Bunlar nədirlər? Alkoqoliatlar adlanır. Şola bu hissəni keçəcəyik əldə. Turşuların efirləşmə reaksiyasına daxil olurlar. Ümumiyyətlə biz inşallah irəlidə danışacağıq. Spirtlərlə oksigenli turşular arasında reaksiya efirləşmə reaksiyası adlanır. Və bu zaman molekullar arası dehidratasiya başlayır. Yəni iki molekuldan bir su çıxırsan da. Və bu zaman mürəkkəb efirlər əmələ gəlir uşaqlar. Ehtiyatlı olmaq lazımdır. Turşudan OH, spirtdən H çıxır. Efirləşmə ayrıca dərsdir. Uşaqlar, mürəkkəb efirlər ayrıca dərsdir. Prosta belə qısaca deyirəm sizə. Turşuları ən azından ən sadə turşuları bilirsiniz də RCOH-dır. Yəni turşuların CH3, CH. Bunu belə yazarsan. RCOH yazarsan. RCOH bax.
Bu bizim nədir? Turşumuzdur, karbon turşusu. R radikaldır da uşaqlar. Üzərinə gələcəyik. Deməli, spirt də nə olsun? HOR. Eyni fərqləndirək bu belə. Həmişə efiləşmə reaksiyasında turşudan OH, spirtdən nə çıxır? H çıxır. Və burada alınan maddəmiz nədir? Deməli, burada alınan maddəmiz mürəkkəb efir adlanır. Bax belə. Başqalar bu gördüyünüz hissə mürəkkəb efir qrupudur. Mürəkkəb efir qrupu. Müəllim 18 söhbəti nədir? Bunu sizə deyim nədir? Burada sualdır axı. Kimyasda düşünürlər ki, buradakı, yəni bilmirsən axı, burada da OH var da, bəlkə buradan OH, buradan H çıxır. Nişanlanmış atom metodu ilə gediblər. Burada spirtdə oksigenin 18-ci topunu götürüblər. Diqqətlə bu cümləyə qulaq as. Oksigen 18 topunu götürüblər. Görüblər ki, əmələ gələn suda 18 yoxdur. Deməli, başa düşüblər ki, bu OH turşudan çıxır. Ona görə bunu 18-in mənası odur burada. Qalan da eyni qayda. Efiləşmə reaksiyası önəmli deyil. S2H5OH nitrat turşusu. Fərqi odur sülfat turşusu, oksigenli olsun. HO ki, buradan OH, buradan H çıxır və yenə də nə alınır? Mürəkkəb efir alınır. Reaksiya efiləşmə reaksiyası adlanır. İnşallah gələcəkdə öyrənəcəksiniz. Hidrogen halogenitlərlə reaksiyası. Yox, dərsimizin bitməsinə yəni mövzu izahının bitməsinə bir 15 dəqiqə bitir mövzu izahı. Hidrogen halogenitlərlə reaksiyası nədir bəs? Spirtlər qatı sulfat turşusunun iştirakında hidrogen halogenində reaksiya daxil olub, alkil halogenitlər, yəni monohalogenit törəmələr deyək də. Buradan H, buradan OH çıxır. Aydın olun, burada CO rabitəsi qırılır. Çünki buradan OH gedir axı. Buradan CO rabitəsi qırılır, onu deyir, CO rabitəsi qırılır. Ehtiyatlı olcuna, yaxşı. Davam eləyək. Digər məsələ. Spirtlərin dehidratlaşması. Bunu artıq danışmışıq. Bir zəhmət də bunu bilin. T140-dan Alkil. 140-dan böyük alkin alır. ay sağ. Spirtlər Buna T140-dan böyük alken, sadə efir alınır. T140-dan kiçik sadə efir və ən nəhayət 425 dərəcə sinkoks alüminium oksid burada divinil alır. Qısa bir dənə xatırlatma ilə qısa xatırlatma. Deməli C2H5OH T140-dan kiçik olanda, molekul daxili tuş mühitdə, H2PO4, H2SO4 qatıba belə. İstən su çıxırsan da, C2H4-dən nə alınır? Su alınır. Əli bu birinci, ən tanınmışlarını yazır, amma ikincisi, 2 mol götürəndə T140-dan kiçik, Elə bir sadə şey efir, olur. bəli, sadə efir alınır. Spirtləri üz-üzə yazırdın. Bəli. Spirtləri üz-üzə yazırdın. Birindən OH, birindən nə çıxırdı? H çıxırdı. Və nə qalırdı yerdə? C2H5O, C2H5. Plus nə alınır? Sadə İki efir. dərəcədə həm Simmetrik sadə efir alınır. dehidrat, həm də dehidrogen. Şola, bir dənə detala fikir verməlisən. Sadə efirlərlə doymuş bir atom spirtlərin formulu neyindir axı? Məsələn, sadə efir kütləsi 74-dür. Yeni tapdın 4. Necə tap? 14-dən plus 18-i bərabərsin 74-də. Yeni tapırsan neçə? 4. Deməli, sadə efirdə 4 karbon varsa, spirtdə neçə karbon var? 2. Topluda sual var. Ehtiyatlı ol. Aydın oldu mu? Ehtiyatlı ol cənab. Bir də uşaqlar, mən sizə demişdim, ikisi odur, üçüncüsünü də qoy buradan deyim sizə. Üçüncü də babudur. Üçüncü babudur. Harada da bu üçüncü? Bizə dəqiqə gözlə. Şeyin LB devrəyə. dehidratlaşmasından və dehidratlaşması. Lebedev. Mən onu sizə spirti 2 mol götürürsən. Həm H2O çıxırıq sonra da. Sink oksid, bir də alkil oksid. Həm dehidrogenləşdirib, həm dehidratlaşdırılır. Bunun ən asan yolu mən sənətə vermiş. C4, H10, O2. Demələşdirdik, H2-ni çıxırdıq. Sonra O2-yə də 4 dənə hidrogen düşür. Olur C4H6 divinil. Düzdür. Suyun formulu H2O-dur. 1 oksigen 2 hidrogen. İkisi 4 dənə istəyəcək. Plus nə qalacaq? C4H6. Vəssalam. Bu da nə idi uşaqlar bizdə? Xatırlayırsınızsa, divinildir. Alka diyenin alınmasında bu barədə danışmışdıq. Amanın günü ehtiyatlı olun. 3 dənə tənlikdə T140-dan böyük, T140-dan kiçik, bir də 425 dərəcə ehtiyatlı olun. Bir də mən sizə nə demişdim uşaqlar xatırlayırsınızsa, belə bir cümlə öyrətmişdim. OH-a lazım olan H-ı Zaytsev qaydasına görə. OH bir dənə H istəyirsə kimdən götürür? Azdan götürürük. Bəli, azdan götürür. Məsələn, burada OH-a bir dənə H lazımdır. Buradan ötürə bilər, buradan ötürə bilər. Amma azdan ötürür. Kasıblaşdırır da. Bəli. OH-a lazım olan H. Amma belə götürür ha, məcbur qalanda. Məsələn, burada OH-a bir dənə H lazımdır. Fərqi yoxdur, ya buradan, ya buradan. Önəmli deyil. Amma burada önəmli. OH ucu buradan H-a kimə götürəcək? Buradan götürəcək. 2 qat rabitə. Ehtiyatlı olun. Ümumiyyətlə, şolar, növbəti də son etaplara keçirəm. Molekul dedim, T140-dan kiçik şolar. Burada önəmli deyil.
Spirtlər eyni də ola bilər, müxtəlif də ola bilər. Əsas odur ki, iki spirt olsun. İki spirtin reaksiyasına. Eyni spirt isə simmetrik sadə efir, müxtəlif spirt isə nədir? Qeyri-simmetrik, daha doğrusu eyni spirt isə qeyri-simmetrik alınır, müxtəlif isə nədir? Qeyri-simmetrik alınır. Məsələn, baxın, 2 dənə olanda belə yazacaq. 2 mol CH3OH. Elə deyil. Amma müxtəlif olanda Bəli. alınır. Müxtəlif olanda qeyri-simmetrik alınır. Yəni, belə yadda saxla. Spirt sadə efir, spirt oksigenli turşu mürəkkəb efirdir. Məsələn, 2 dənə spirt. Bu hansı reaksiyaya bənzəyir? Görüm kimi yadına qalıb. Hə, bu 3 dənə alınan, 3 dənə Bəli, alınana altanların bu reaksiyasına bənzəyir də. 25 Birincinin 50 20. təkrarı, ikincinin təkrarı, sonra ikisi bir yerdə, elə deyil. Bəli, bəli. Elə ki, birinci bununla bunu yazırsan. Sonra nə edirsən? Bununla bunu yazırsan. Elə deyil. Bəli. Orada ikisini birləşdirib yazırıq. Bəli. Müəllim, çıxımlar yenə elə olur. Başa Orada məsələn çıxım var idi da bəli, bəli. 25 50. Eyni. Amma sadə efirdə region adaptası olmadığı üçün onların qaynama temperaturu şeylərdən azdır. Spirtlərdən azdır. Eyni qədər karbon atomu. Gəldi nəhayət yanma reaksiyası. Yanma reaksiyası daha mən sizə 50 dəfə öyrətmişəm. CnH2n plus 1 OH-dır. Sən lap bunu yığcam yazar, daha səliqəli görsənsən. CnH2n plus 2 OH. Üzərinə gəlirəm oksigen tam yanandan alınır. Karbon qazı, bir də su. Nətər əmsallaşdırıram? CO. Əvvəl C-ları. 2n plus 2. Bura nə yazacağam? M plus 1. Oksigen hesabla. 2n oksigen burada, M plus 1 burada. Nə qədərdir? 3m plus 1. Amma bir dənəsi var bu. Oksigen 3m plus 1-dən bir çıxanda nə qalır? 3m bölü 2 olur. Ay, sağ ol. Nə qalır? Deməli, 3m böl 2 qalır. Ehtiyatlı olmaq lazımdır. Nə oldu? Nə qalır burada? 3m bölünsün 2. Gələk dərsimizin ən nəhayət sonuncu qaydasına buna yekunlaşdırırıq. Oksidaşma reaksiyaları. Uşaqlar, yadda saxlayın. Aldehid, birli spirtlər oksidləşəndə aldehid, ikili spirtlər nə verir? Keton. Birli spirtlər aldehid, ikili spirtlər nə verir? Keton verir. Məsələn, bax, ikili spirtdir. Bax, miso gəldin üzərinə. Mis alınır. Mis oksigen su olması neçə hidrojen ehtiyacı var? 2 dənə. H2 dənə. Birini buradan, birini buradan. Və burada nə yaranır? 2 qatlar. Tutmadı söhbəti. Bax, miso gəlmirsən üzərinə. Mis alınır. Oksigen su olması neçə hidrojen ehtiyacı var? 2 dənə. Burada 2 dənə ediyorsun, burada nə yaranır avtomatik olaraq? 2 qatlar. Bax belə. Bəs birli spirtlər nə verir? Aldehid verir. Birli spirtlər nə tərdir bəs? Məsələn, CH3, CH2OH. Elə deyil. Bu nədir? Deməli, bizdə olacaq birli spirt. Birli spirt olacaq. Nəsə, bu günləri internetdə problem var deyəsən, genel olaraq sanki yazıları da belə bəzən tanımır. Deməli, burada nəyə fikir verəsən? Üzərinə mis oksid gələsən. Bunu bir sənətə müşahidə eləmək olar. Bunu özünüz də əslində eləyə bilərsiniz. Məsələn, mis var, mis məhdil. Mis məhdil alova verin. Oda da. Oda verin. Mis məhdil oda ver. Oldu mis oksid qara rəngli olur. Qara rəngli oksiddir mis. Qaydasını öyrədirəm də yadda saxlama şəkildə. Sonra gətirsən spirtin içinə salırsan. Spirti qızdırırsan. Bu zaman həmin o mis qara rəngi var. Başlayır təzədən əvvəlki vəziyyətinə qayıtmağa. Yəni nə alınır? Mis alınır. Deməli, oksigen getdi. Yəni burada mis alınır təzədən. Oksigen su olması neçə hidrojen ehtiyacı var? 2 dənə. Birini buradan götürdü. Nə qaldı yerdə? Plus CH3, CHO. Bu da kimdir? Biz demişdik ki, bu maddə nə idi? Aldehiddir uşaqlar. Aldehidlərin ikinci nümayəndəsi. Bunları bilmək lazım. Uşaqlar, bilsən nə qədər topluda sual var bundan? Vay, bilsən nə qədər sual var? Ehtiyatlı ol, amanın günüdür. O Necə forma aldehid falan onlar biz öyrənəcəyik. Aldehidlər irəli dərsdə var da. Orada forma yazılıb qabağında. O keçəcəkdə aldehidlər qalıb da. Spirtlər, fenollar bitsin, aldehidlər gəlir də. Yadda saxlayın, birli spirtlər, aldehid, ikili spirtlər, keton, üçlü spirtlər isə mison təsirindən oksidləşmir. Aydın oldu. Daha qüvvətli oksidləşdiricilərdən kalium permanganatla, kalium bixromatla da eləmək olar. Amma ki, biz əsasən mis oyla işləyirik. Elə uşaqlar.
Növbəti dərs inşallah dömür su atomu, spirtlər və fenolların izahını verəcəm sizə. Mən mövzunu daha ətraflı izah elədim ki, siz mövzu ilə bağlı bütün bilgilərə sahib olun. Çünki mövzunu yaxşı bilən şagird, belə deyək də, istənilən işin ötəsindən layiqincə gələ bilir. Belə.